Bizə deməli burada 23-cü sualda verir ki, tərkibində 22,5% kənar qarışıqları olan fosforit nümunəsinin 20 kiloqramından neçə kiloqram fosfor almaq olar? Və fosforitin bizə verir, formulunu verir, kütləsini verir. Fosforun da deməli 31-dir kütləsi qramla. Və bizə şərtdə təkrar oxusaq deyir ki, tərkibində 22,5% kənar qarışıqlar olan. Ümumi kütləmiz 20 qramdır. Deməli, fosforitun kütləsi 20, amma bu 20-nin 22,5% nədir? Kənar qarışıqdır. Bəs onda nə qədər ki, bu qarışığın belə deyək də 20 kiloqramın içərisində 22,5% kənar qarışıqdırsa, neçə faizi fosforitdir? Onda belə götürərik. Necə? Tam faiz 100'dür. Bundan 22,5% qarışığı çıxsa, tam 100%-dən 22,5% qarışığı çıxsa, görək nə qədəri fosforit olacaq. Eləcə 77,5% fosforit olacaq. İndi bizdə də deyir ki, kalsium 3, kalsium ortofosfat və yaxud da kalsium 3 PO4 2-dən alınır nə? Deyir ki, fosfor alınır. Burada fosfor görürük ki, mötərizənin çölündə 2 varsa, fosfor 2 ədəd. Onda burada 2 yazmalıyıq. Əmsalı düzəltdik. Bəli. İndi burada hansı proses gedəcək? Tapdıq ki, deməli, bu 100%-in içərisində 77,5% fosforitdir. Onda şərti qurarıq ki, 20 kiloqram fosforit özü 100%-sə, bəs 77,5% nədir bu? 20 deyək ki, kiloqram içərisində 77,5% fosforiti tapmaq istəyirik. Onda buradan x bərabər olar. 20 ilə 100 ixtisar getsə, burada qalacaq 5. 77,5-i bölsək 5-ə. Eləcək 15,5. Deməli, 20 kiloqram qarışığın içərisində 15,5 nəymiş? 77,5%-ə görə 15,5 qram fosforitimiz varmış. Bax, indi o şərti buraya yazarıq ki, 15,5 qram fosforitdən nə qədər fosfor var? X. Amma ki, fosforitin öz kütləsini verib 310 qram. 310 qramında isə nə qədərdir fosfor? 2 vurulsun 31, o da eləcək 62. Buradan x də bərabər olar. 15,5-i vurarıq 62-yə. Eləcək 961. Bölərik 310-a. Eləcək 3,1. Bəli. Cavab da olacaq 3,1. C bəndə. 24-cü suala baxaq bəs. Deyir ki, tərkibində 9% kənar qarışığı olan 20 qram kalsium fosfit. Kalsium fosfitin formulunu yazaq. Kalsium 3P2. Kalsium 3P2. Kalsium fosfitdir bu. Nə qədərdir? Deyir ki, tərkibində 9% kənar qarışığı olan 20 qram kalsium fosfitin kütləsi. Kalsium fosfitin kütləsini deyir 20 qram, amma onun deyir 9% kənar qarışıqdır. Su ilə qarşılıqlı təsirində plus H2O. Alınacaq nə? Alınacaq kalsium hidroksid OH. 2 plus qarşılıqlı təsirində neçə litr fosfin almaq olar? Fosfin pH3, lax yumurta isi verən zəhərli qaz pH3. Əmsallaşdırmaq lazımdır. Deməli, burada fosforum 2 ədəddirsə, burada 2 yazdım, 6 hidrogen oldu. Kalsium 3 ədəddir. Onda burada 3 kalsium, 3 2-nin 6 hidrogen burada, 6 hidrogen burada, 6'sı da burada. Elə də 12, onda burada bir 6 ataq. Vəssalam, düzəldi. İndi bu xəttləri silək. Kalsiumları 3, hidrogenlər 12, oksigen 6 oksigen burada, 6 oksigen də sağ tərəfdədir. Bəli, indi bizə deyir ki, 20 qram kalsium fosfitin 9% kənar qarışıqdır. Bəs onda biz desək ki, ümumi 100%-dir, 100-ün 9% kənar qarışıqdırsa, 91%-i nədir? Kalsium fosfitdir. Onda təkrar baxarıq ki, 20-nin 100%-dirsə, bəs 91%, yəni neçə kiloqramı kalsium fosfitdən söhbət gedəcək burada? Deməli, 20 ilə 100 ixtisar getdi, burada qaldı 5. 91-i də 5-ə böləndə eləyəcək 18,2. 18,2. Bəli, 91-i də böldük 5-ə, elədə 18,2 qram nəyi tapdıq biz? Tapdıq ki, kalsium 3P2-ni tapdıq. Onda şərtdə yazarım. 18,2 kalsium 3P2. Yəni ki, kalsium fosfitdən hətta rəngini də başqa rəngdə yazaq. 18,2 qram kalsium fosfitdən x litr normal şəraitdə fosfin qazı alınır. Bəs kalsium P2-nin öz kütləsini verir. Baxın, burada 182 qram verir. 182 qram kalsium fosfitdə isə nə qədər? Neçə litr? 2 vurulsun 22,4 litr normal şəraitdə fosfin qazı alınır. Buradan 18,2 ilə 182 ixtisar gedir. Qalır 0,1. X də bərabər 0,1 vurulsun 44, 2 vurulsun 22,4-də, yəni 44,8, o da eləcək 4,48 litr normal şəraitdə. Cavab olacaq A bəndi.